Dünyanın en bahalı çantaları, lüksün simvolları. Bugün size sadece bir aksesuar olmayan, aynı zamanda bir servet değerinde olan dünyanın en bahalı çantalarından danışacağım. Elə çantalar var ki, onların qiymətinə lüks bir villa almaq olar. Siyahımızın ilk pilləsində təbii ki, Hermes brendi gəlir. Xüsusilə də məşhur Hermes Birkin modeli bugün dünyanın en çətin tapılan çantasıdır. Bu çantaları mağazadan dərhal almaq qeyri-mümkündür. Aylarla növbə gözləməlisiniz. Ağ, qızıl və yüzlərlə brilyantla bəzədilən Hermes Himalaya, Birkin modeli isə hərraclarda yarım milyon dollardan baha qiymətə satılır. İkinci yerdə klasik zərifliyin simvolu olan Chanel gəlir. Chanel çantaları hər il dəyərini daha da artırır. Brendin ən eksklüziv modeli Chanel Diamond Forever seriyasıdır. Dünyada cəmi 13 ədəd olan bu çantanın üzərində 334 ədəd brilyant var və qiyməti 260 min dollardır. Və nəhayət orijinalı bir sərvət olan Louis Vuitton brendi. Brendin ən unikal dizaynlarından biri Louis Vuitton Tribute Patchwork modelidir. 85 min dollardan baha satılan bu çanta fərqli Louis Vuitton dizaynlarının birləşməsindən hazırlanıb və dünyada çox az insanda var.